Bakı Ali Neft Məktəbində Azərbaycan Ali Təhsilində Beynəlxalq Proqram Akkreditasiyası forumu keçilib. Forum Bakı Ali Neft Məktəbi və Almaniyanın nüfuzlu akkreditasiya qurumu olan ASİ-nin təşkilatçılığı ilə baş tutub. Tədbirdə ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq və yerli ekspertlər iştirak ediblər. Forumun məqsədi Azərbaycanın ali təhsil müəssisələrində tədris proqramlarının beynəlxalq akkreditasiya standartlarına uyğunlaşdırılması, təhsilin keyfiyyətinin artırılması və qlobal rəqabətdə davamlılığının təmin edilməsi, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsidir. Çıxış edənlər mühəndislik və texnologiyalı sahələri üzrə proqramların akkreditasiyası, bu prosesin tələbə müəllim heyəti üçün yaratdığı üstünlüklər barədə danışıblar. Bakı Ali Məktəbi dünyanın ən böyük beynəlxalq akkreditasiya mərkəzlərindən biri olan ASİ-nin akkreditasiya prosesini həyata keçirmişdir 2024-cü ildən başlayaraq və bu gün ASİ-nin beynəlxalq akkreditasiya agentlik tərəfindən, bu Almaniyada yerləşir, mühəndislik sahəsində çox möhtəbər bir agentlikdir və bu agentliyin biz 11 proqram və 7 isə proqramın Avropa mühəndislik sertifikatı adlanır, 18 biz proqram sertifikatını qazandıq. Ali təhsil müəssisələrimizin bu istiqamətdə beynəlxalq müstəvidə proqramlarının tanınması istiqamətində bu kimi könüllü təşəbbüslərini təqdir edirik. Xüsusilə də məhz bu təşəbbüslərin ASİ kimi beynəlxalq akkreditasiyada öz sözünü demiş təsisatlar tərəfindən həyata keçirilməsini yüksək qiymətləndiririk. Bununla yanaşı, müxtəlif ali təhsil müəssisələrimizin bu istiqamət apardığı təşəbbüsləri təqdir etməklə yanaşı, eyni zamanda bu kimi proqramların akkreditasiya təşkilatları tərəfindən həyata keçirilməsinin tərəfdarı olduğumuzu bir daha vurğulayırıq. Okay, so this is like the Bu proqramın əsas üstünlüklərindən biri onun Avropa səviyyəsində tanınmasıdır. Eyni zamanda bu təşəbbüs akademik mobilliklə birbaşa əlaqəlidir. Yəni Azərbaycanlı şagird və məzunların beynəlxalq mühitə çıxışı, xaricdə təhsil alma imkanları daha da genişlənir. Ən önəmli tərəflərdən biri də beynəlxalq yanaşmadır. Proqram çərçivəsində beynəlxalq komanda ilə bütün tərəflərin dialoqu qurulur, tələbələrlə danışılır, onların gözləntiləri dinlənilir, müəllimlərin fikirləri öyrənilir. Eyni zamanda rəhbərliklə müzakirələr aparılır. Bu geniş müzakirələr nəticəsində konkret proqram və ya fənn üzrə tələbələr üçün daha uyğun və effektiv tövsiyələr hazırlanır.